Salam, hər vaxtınız xeyir. Bugün sizə cadu və tilsimdən danışacağım. Cadu və tilsim insanlığın ən qədim inanclara söykənən sirli dünyadır. 1000 il boyunca insanlar görünməyən qüvvələri anlamağa, idarə eləməyə və bəzən də qorunmaq üçün istifadə eləməyə çalışıblar. Cadu adətən mənfi niyyətlə olunan insanın enerjisini, taleyini və psixoloji durumunu təsir altına almağa yönələn mistik müdaxilədir. Bu prosesdə müxtəlif simvollar, sözlər, əşyalar və ritual hərəkətlərdən istifadə olunur. Cadunun əsas məqsədi kiminsə həyatında təşviş yaratmaq, münasibətləri pozmaq və ya əngəl etməkdir. Tilsim isə daha çox qorucu məqsəd daşıyır. İnsanlar özlərini, evlərini, ailələrini və həyat yollarını mənfi təsirlərdən qorunmaq üçün tilsimdən faydalanırlar. Tilsimlərdə istifadə olunan simvollar və dualar insanın enerjisini gücləndirmək və müsbət axın artırmaq, mənfi qüvvələrə qarşı maneə yaratmaq məqsədi ilə nəzərdə tutulur. Bütün bu inanclar əslində insanın iç dünyasını anlamaq, qorxu və ümidsizliyə qarşı psixoloji hasar yaratmaq üçündür. Cadu və tilsimə inanmaq hər bir xalqın mədəniyyətində fərqli şəkildə özünü göstərir. Nəticə etibarilə cadu və tilsim insanın görünməyən aləmi olan marağı və eyni zamanda ümidinin izləridir.